Dördüncü sual çoxdandır qarşımıza çıxan bir prototipdir. 2014-də yoxsa 15-də bu tipli blok sual oldu. Qəbul imtahanında istifadə olundu. Tam bu vəziyyətdə idi və e, sual işarəsindən birinə verilən fikirlərdən yalnız biri aiddir sual idi. Yəni eyni şərtdir. İnkişaf dinamikasında da bu sual yer alıb və izahı da verilib. Demək, deyir ki, eyni iki samitdən istifadə edilir. Məsələn, A variantından gedirik. Cavab adı video çox uzun çəkməsin deyə onun üzərində izah eləyəcəm elə. Məsələn, bu söz necə izah edilir? Operator olduğu kimi qalır. Yəni, bir dənə A-dır burada da. İki eyni samitdən istifadə olunub. İki dənə R var. Düzdür. Bu fikir doğrudur. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. P, T kardır, R cingiltili. 2 cingiltili, 2 kar. Bu yanlışdır. Bir doğru, bir yanlış. Uyğun gəldi, gəldi. Tərkibində uzanan sayt var. Operatorda uzanan sayt yoxdur. Operator demirsən ki. Uzanan sayt yoxdur. Ahəng qanuna tabe deyil, bəli, tabe deyil. Bax görürsən, bu mənfi, bu plus. Sonra açıq saytların biri dodaqlanandır. Bax bu A oldu, bildiyimiz kimi biri dodaqlanandır, doğru fikirdir. Yəni bu düzdür. Deyilişi ilə yazıcı fərqlənir, fərqlənir. O A-ya çevirir. Bu da yanlış. Görürsən 1 plus minus, 1 plus minus, 1 plus minus. Deməli, buradan nə gedəcək?